Hörmətli izləyicilərim, sizləri salamlayıram Hövsan qəsəbəsindən. Deyim olar qəsəbənin mərkəzində dəyərli izləyicilərimiz. 3 sotda inşa olunmuş şəxsi tikili, paket kupçalı, evin və torpağın kupçası olan gözəl şəxsi tikili həyət evi çıxacaq dəyərli izləyicilərimiz. Hövsan qəsəbəsində Yetim Petrol deyilən ərazidə asfalt yola 1 dəqiqəlik məsafədə ev şəxsi tikili evdir. Evin də torpağın da kupçası var, dövlət ipotekasından tam yararlıdır. Belə bir gözəl bağ bağçası var. Evin qarşı hissəsi var. Evin digər sağ tərəfinə keçmək olur. Gözəl həyətyan sahəsi var, geniş. Ev kürsülüdür, yerdən 5-6 daş hündürlüyündə yerləşir. Burada elektrik balkonumuz yerləşir. Qazlı suyu, işığı, isitmə sistemi kombidir. Ya Allah, keçək evimizin içinə çıxan edim. Belə bir keçən kimi xol. Sağda gözəl genişliyində mətbəx. Ev qoşadaşla inşa olunub, mərkəzi kanalizasiya sistemidir. 4 otaqdan ibarətdir, 130 kvadrat. Keçdik. Burada koridor sistemidir, geniş. Sağda səliqəli qonaq otağımız yerləşir. Genişlik qaydasındadır. Yer laminat. Burada hamam sayta qovşağımız yerləşir. Evin içində ümumi olaraq yer istifoldan ibarətdir. Burada da gözəl genişlikdə bir yataq otağımız yerləşir. Evdə bir çox əşya qalacaq, hörmətli izləyicilərimiz. Qiymət olaraq start qiyməti 135.000 manata. Burada da bir yataq otağımız yerləşir, genişlik qaydasındadır. Evin də torpağın da kupçası var. Bir yataq otağımız da burada yerləşir, genişliyi qaydasında. Və sonuncu olaraq bir daha da qeyd edim ki, burada bizim qonaq otağımızdır. Ünvan Hövsan qəsəbəsi, qəsəbənin özündə Yetim Petrol deyilən ərazidə asfalt yola yaxın 3 sotun içində inşa olunmuş 4 otaq, paket kupça, mərkəzi kanalizasiya sistemli, gözəl şəxsi tikili həyət evi çıxacaq dəyərli izləyicilərimiz. Evin qiyməti 135.000 manata deyilir ev sahibi tərəfindən. Real alıcımız gəlsin inşallah, qiymətlər razılaşma olacaq Allahın iznilə. Buyurun, zəhləz gözləyin inşallah, bəyənmə işarəsini vurmağı unutmayın. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirik. Burada da qəşəng toyuqçuya saxlamaq üçün evin yan hissəsinin yeri var. Evin yanında balaca mala işi qalıb, şkator işi qalıb. O da problem deyil, 2 hissəsi metrdən düzələr.